Qazandıran və güvənilir airdropları necə seçmək olar? İlkin olaraq siz airdropun layihəsinə diqqət etməlisiniz. Yəni gərəksiz, absurd bir layihə varsa, bu airdropu oynamağa ehtiyac yoxdur. Yəni özünüz də bilirsiniz ki, layihələr çox vacib məsələlərdən biridir. Yəni sadə, gərəksiz bir şeyin layihəsidirsə, məncə o güvənilir deyil. Yəni onu yaxşı şəkildə layihəsini araşdırmağınızı tövsiyə edirəm və həmin airdropu oynamağınızı tövsiyə edirəm. Yəni oynadığınız airdropu da bilin nə cür bir layihəsi var. Bəli, gördüyünüz kimi sizin üçün burada bir nümunə açdım. Yəni ChatGPT süni intellekti vasitəsilə siz buna çox vaxt ayırmadan 2 dəqiqə içində öyrənə bilərsiniz. Yəni oynadığınız airdropu ChatGPT süni intellektinə yazın ki, misal üçün filan airdropun layihəsi nədir? O da sizə ətraflı geniş məlumat verəcək. Buradan qoşub ətraflı qulaq asa bilərsiniz. Öyrənəcəksiniz ki, hansı airdropun layihəsi nədir və həmin airdropu oynamaq olar yoxsa yox, buradan bilmiş olacaqsınız. Yəni mütləq ilk öncə girməmişdən əvvəl, oynamamışdan əvvəl layihəni araşdırın, daha sonra oynamağa başlayın. Və bunlardan əlavə olaraq yenə layihədən sonra ikinci ən vacib olan məsələ də həmin airdropun, həmin layihənin sosial şəbəkələrdə aktivliyidir. Misal üçün buna nümunə olaraq yenə mən burada Suini göstərəcəm. Baxın, Suinin sosial şəbəkəsi olan Twitter'a daxil oldum. Yəni yeni adı ilə X-ə daxil oldum. Burada baxın ki, aktivlikləri var yoxsa yoxdur. Yəni ən son postu nə vaxt paylaşıb, daha sonra paylaşdığı postlar məzmun olaraq lazımlıdır yoxsa yox. Yəni bunların hamısını yaxşı şəkildə araşdırın. Yəni oynadığınız oyunun airdropun adını Google Chrome'da axtarış edin. Bütün sosial şəbəkələr orada çıxacaq. Bu yalnız X, yəni Twitter deyil, Instagram da var, Facebook da var, Telegram da var, YouTube da var. Hamısını yaxşı şəkildə araşdırın. Onsuz airdrop oynayırsınızsa, həmin airdrop sizi sosial şəbəkələrə yönləndirmə edib, yəni bizim YouTube səhifəmizi takib edin, Twitter səhifəmizi takib edin deyə yönləndirmə edib. Ona görə də onu öyrənəcəksiniz ki, hardan baxmaq olar. Baxın, gəlin burada diqqətlə baxın. Axırıncı paylaşdıqları post 4 saat öncə, daha sonra 6 saat öncə. Burada hamısı yazılıb yenə 6 saat öncə. Yəni bu güvənilir olduqlarını bildirir ki, sosial şəbəkələrdə aktivdir. Bu bot və ya gərəksiz bir layihə deyil. Bunu da buradan bilmiş olacaqsınız. Oynadığınız oyunu tam təhlükəsizliyini təyin etmək istəyirsə, gələcəkdə qazandırmayacağını öyrənmək istəyirsə, sosial şəbəkə məsələsi də vacibdir. Buna da çox xahiş edirəm, diqqət etməlisiniz. Və güvənilir olub-olmadığını təyin etmək üçün üçüncü məsələmiz də odur ki, böyük birjalarla işbirliklərdir. Misal üçün bunlara Binance, OKX və yaxud da KuCoin, yəni bunlar kimi böyük və yaxud da tanınan birjalarla işbirliklərdir. Bunlardan baxın, burada göstərdiyim kimi Binance-dir. Siz burada Coin saytına və yaxud da həmin oyuna daxil olduğunuzda orada görəcəksiniz ki, həmin saytlarla, proqramlarla işbirliyi var. Yəni proqramın daxilində loqosunu görə bilərsiniz. Misal üçün Binance loqosu və yaxud da adını görə bilərsiniz. Onun hamısı yazılır. Onu da yaxşı şəkildə araşdırın. Yenə bunu da ChatGPT süni intellekti vasitəsilə soruşub öyrənə bilərsiniz. Mütləq bu məsələyə də diqqət edin. Əgər orada Binance, KuCoin və yaxud da bunun kimi tanınan birjalarla işbirlikləri yoxdursa, onlarla işbirliyi etmirsə, mənim fikrimcə o airdropu oynamağın, vaxt ayırmağın mənası yoxdur. Yaxşı şəkildə sayta daxil olun. Burada saytın ən sonuna qədər düşün və yaxud da ortalarda baxın, onun hamısı yazılır orada. Yəni nəzərinizdə saxlayın. Bu da vacib məsələlərdən biridir. Əgər həmin airdropdan yaxşı şəkildə pul qazanmaq istəyirsinizsə, gəlirinizi artırmaq istəyirsinizsə, bunu yaxşı şəkildə araşdırın. Məncə mənim fikrimcə ən vacib məsələlərdən biri budur. Çünki həmin birjalarla işbirliyi varsa, nəzərinizdə saxlayın ki, həmin birjalarda da listelənmə və yaxud da airdrop paylanması etsələr, bildiyiniz kimi burada sizin payınıza düşən pulun çox olma ehtimalı var, coinin çox olma ehtimalı var. Yəni bu da etibarlılıqların artırır. Yəni buna da mənim fikrimcə diqqət etməlisiniz. Və yenə airdroplar axtararkən, yəni airdroplara oynamamışdan əvvəl burada bir şeyə də nəzərinizdə saxlayın ki, sizə keçmişdə yaxşı şəkildə pul qazandıran airdroplar oynayın. Sizə qazandırmayıbsa belə internetdə araşdırın. Ən yaxşı qazandıran airdroplara baş vurmağınızı tövsiyə edirəm. Yəni əvvəldən heç kimin tanımadığı, ümumiyyətlə oynanmayan airdropları yaxşı şəkildə araşdırmalısınız ki, o sizə pul verəcək yoxsa yox. Amma köhnədən əvvəllərdən pul qazandırıbsa bu istifadəçilərə və yenidən airdrop edirlərsə, bu əlbəttə ki, güvənilir olacaq. Çünki keçmişdə nailiyyətləri yaxşı olub. Hər kəs həmin airdropa və yaxud da layihəyə güvənir. Bu daha etibarlı olur və hər kəs bunun videosunu çəkir, orada-burada paylaşır ki, bunu oynayın, bu gələcəkdə pul qazandıracaq. Yəni bunu da nəzərinizdə saxlayın. Airdropun köhnədən qalma xatirələri, yəni qısaca onu deyim ki, oynayan istifadəçilər yaxşı pul qazanıbsa, burada da nəticələr yaxşı olur. Yenə də yaxşı qazandıra bilir. Əgər yaxşı oynamısınızsa, nəticələriniz yaxşıdırsa, yaxşı qazandıra bilir. Baxın, mən burada Aptos adında bir airdropun saytını açmışam. Bu köhnə, dəhşət dərəcədə köhnə bir airdrop layihəsi etmişdi. Yəni çoxdandan bir airdrop layihəsi olmuşdu. İstifadəçilərə milyonlar qazandırmışdı. Yəni nəzərinizdə saxlayın. Belə airdroplar da var. Gələcəkdə airdrop edəcəksə, misal üçün bu, mən buna tamamilə güvənəcəm ki, bu keçmişdə yaxşı şəkildə qazandırıb, yenə də həmin nailiyyətləri qazanacaq. Həmçinin bunun kimi digər airdropları da araşdırma edərkən bunların keçmişlərinə də baxın ki, istifadəçilərə yaxşı qazandırıb
yoxsa yox. Bunları da nəzərinizdə saxlamağınızı tövsiyə edirəm. Və yenə bunun yanında bir məsələ də var ki, bu formada airdropları oynayarkən tanınmış və güvənilir blogerlərin videolarına baxın. Bu türk də ola bilər, Azərbaycanlılar da ola bilər. Airdropların videosunu çəkəndə onsuz özünüz bilirsiniz ki, ətraflı geniş şəkildə məzmun formasında çəkirlər. Mənim özümün belə köhnədən airdrop videolarım var. Hətta belə gəlin göstərim. Yəni airdrop videoları olduğu zaman orada geniş şəkildə göstərir, onun güvənilir olub-olmadığı haqqında məlumat verir. Hansı birjalarda listələnəcəyin, airdrop paylayacağın deyirlər. Yəni blogerləri də bu formada takib etməyinizi tövsiyə edirəm ki, onlar da airdroplar haqqında məlumat verəcək. Qazanacaqsınız və yaxud da qazanmayacaqsınız, bunlar haqqında öncədən sizə məlumat verəcək. Yəni boş yerə girib airdropu oynamaqdansa ilkin olaraq onu yaxşı, geniş şəkildə araşdırın, daha sonra o formada oyuna daxil olun. Və son olaraq airdroplarda bir şeyə də diqqət etməlisiniz ki, airdroplarda diqqət etməli olduğunuz mövzulardan biri də sponsorluqlardır. Sponsorluq deyəcəksiniz, nə əlaqədir? Əlbəttə sponsorluq çox vacib məsələdir. Baxın, yenə burada Suiyə daxil oldum. Baxın, aşağı tərəfdə həmin bu saytın əməkdaşlıqları axır. Yəni özünüz gördüyünüz kimi burada siyahı kimi keçir. Yəni bir sürü əməkdaşlıqları var. Bu da coin-in və yaxud da həmin airdropun, layihənin güvənilir olduğunu bildirir. Gəlin az öncə daxil olduğumuza girək. Baxın, burada da girdiyimizdə, ən aşağı sürüşdürdüyümüzdə baxın, böyük şirkətlərlə işbirliyi etdiyi görünür. Baxın, Microsoft var burada, Google Cloud var və yaxud da burada Mastercard var. Yəni hər cürə sponsorluqların, əməkdaşlıqların olduğunu bildirir. Həmin əməkdaşlığın loqosunu orada gördünüzsə, əlbəttə ki, bu güvənilirliyi daha da artırır. Buna nümunə olaraq sizə bir məsəl çəkim. Misal üçün hər hansı bir içki reklamı çıxıb, yəni adi bir meyvə şirəsidir. Onu siz tanımırsınız, o qədər güvənmirsiniz ona. Amma həmin içkinin qablaşdırmasının üstündə Coca-Cola və yaxud da Fanta'nın loqosunu gördüyünüzdə bilirsiniz ki, bəli, bunun əməkdaşlığı var və yaxud da həmin şirkətin məhsuludur. Bu zaman güvənə bilirsiniz. Eynən bu da həmin məsələdir. Yəni sponsorluqlar, əməkdaşlıqlar burada güvənilirliyi artırır və həmin coin-in, həmin layihənin güvənilir olduğunu, gələcəkdə pul qazandıracağını rahat bir şəkildə bilirsiniz. Yəni bu məsələyə də diqqət edirsiniz. Bu da vacib məsələlərdən biridir. Airdropu oynamazdan əvvəl yaxşı şəkildə araşdırarkən əməkdaşlıqlara da baxın. Yenə bunu da ChatGPT süni intellekt vasitəsilə edə bilərsiniz. Saytına daxil olacaqsınız onsuz. Biraz aşağı sürüşdürüb orada məlumat almış olacaqsınız. Yəni sadə bir şeydir bunlar. Airdrop oynamazdan əvvəl məncə bu məsələlərin hamısına diqqət edin. Bunlara diqqət etsəz əgər, mənim fikrimcə oynadığınız airdropların hamısından pul qazana biləcəksiniz. Yox, bu formada araşdırmadan daxil olursunuzsa, gələcəkdə sizin başınıza oyun aça bilər, məlumatlarınız oğurlana bilər və yaxud da hər hansı bir cüzdanınızdan pul çəkilə bilər. Düzdür, bunlar biraz çətin olan şeylərdir, amma yenə diqqət etməyinizi tövsiyə edirəm. Airdropları yaxşı şəkildə araşdırın. Gələcəkdə pul qazanmaq istəyirsinizsə, bu araşdırmalar vacibdir sizin üçün. Bəli, sizə göstərəcəyim məsələlər bunlar idi. Ümid edirəm ki, bu video sizin üçün faydalı olmuşdur. İnşallah kanalımızda elə sırayla yavaş-yavaş ən güvənilir, ən təhlükəsiz oynana bilər airdropların videosunu çəkəcəm. Düzdür, son vaxtlarda ən axırıncı çəkdiyim airdrop Soso Value airdrop idi. Düzdür, bu da airdrop sayılmırdı. Yəni coin çoxdandır listələnib, sadəcə airdrop edəcəklər. Bunun isə müddətini 2026-nın yanvarına uzatdılar. Yəni dəqiq məlumat olaraq deyirəm ki, 2026-nın yanvarında bu airdrop edəcək. Düzdür, oynamağa dəyər və yaxud da dəyməz, bu sizin seçiminizdir. O müddətə qədər gündə yarımca saat və yaxud da 15 dəqiqə kimi girib oynamağınızın məncə ziyanı olmaz. Özləri müddəti uzatdı. Burada bizlik bir şey yoxdur. Gələcəkdə inşallah az öncə qeyd etdiyim kimi maraqlı sizin işinizə yarayacaq airdropların videosunu çəkəcəm. Kanalımızda da bunun kimi faydalı, maraqlı sizin işinizə yarayacaq videolarımız var. Daxil olub baxa bilərsiniz. Əgər bizə dəstək olmaq istəyirsinizsə, aşağıdan kanala abunə olub, videoya like atıb, bir də bildiriş zəncini aktiv edə bilərsiniz. Gələcək videolarımızda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.